Вы говорите по-русски, но вас sразу слышно, как иностранца. Rusça danışmaya çalışırsınız, ama sanki Azərbaycan Rusçasında danışır kimi çıxır. İntonasiya. Mama evdədir. Mama doma. Azərbaycan sual cümləsində intonasiya sualın axırına yaxın birazca qalxır. Amma rus sual cümlələrində intonasiya sual hansı sözə aiddirsə, o sözdə biraz qalxır və cümlənin sonuna enir. Mama doma. Мама дома, мама дома. Когда вы говорите так, для русского слуха это звучит немного странно и непонятно. Интонация в конце вопроса поднимается вверх. Вопрос получается с легким оттенком удивления и звучит как переспрос. Azərbaycan intonasiyasını Rus sual cümləsinə tətbiq edəndə bu şəkildə mama doma onlar üçün ya sanki biraz şaşırdıcı mənaya gəlir. Mama evdədir və o evdə olmamalıydı.